Salam əziz izləyicilər. Bugün sizlərə Beynəlxalq STEM Azərbaycan Festivalının kiçik yaşlı iştirakçıları üçün nəzərdə tutulan ən yaradıcı və rəngarəng kateqoriyalarından biri olan VidX kateqoriyasını təqdim edirik. VidX kateqoriyasının əsas məqsədi iştirakçılarda yaradıcı təfəkkür, bədii ifadə, texnologiyadan düzgün istifadə, problem həll etmə, əməkdaşlıq kimi vacib bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. Bu kateqoriyada iştirakçılar incəsənətin sistemin ayrılmaz bir hissəsi olduğunu praktiki şəkildə görə bilərlər. Balaca animatorlar öz təxəyyüllərindən istifadə edərək maraqlı hekayələr qurur, ideyalarını video animasiyaya çevirir, komanda şəklində işləyərək yaradıcı düşüncə qabiliyyətlərini nümayiş etdirir, ideyalarını sadə, anlaşılan və maraqlı formada çatdırmağı öyrənirlər. VidX iştirakçılara incəsənət və texnologiyanı birləşdirərək həm əyləncəli, həm də yaradıcı məhsul ortaya çıxarmağa imkan yaradır. Bəs bu kateqoriyada kimlər iştirak edə bilər? Hər komanda 18 yaşdan yuxarı bir komanda rəhbəri və yalnız 9-12 yaş aralığında 2 iştirakçıdan ibarət olmalıdır. Hər bir iştirakçı yalnız bir komandaya qoşula bilər və yalnız bir kateqoriyada iştirak edə bilər. VidX kateqoriyasındakı ilk mərhələ seçim mərhələsidir. Seçim mərhələsi 2 yarım mərhələdən ibarətdir. Birinci yarım mərhələdə iştirakçılar insan yer kürəsində mövzusuna uyğun olaraq hekayə hazırlamalıdırlar. Birinci yarım mərhələni uğurla tamamlayan iştirakçılar növbəti yarım mərhələdə insan yer kürəsində mövzusuna uyğun olaraq rəsm əsəri hazırlamalıdırlar. İştirakçıların hazırladıkları hekayə və çəkdikləri rəsm əsəri arasında uyğunluq olmalıdır. Hazırlanan hekayə və rəsm əsərləri jürilər tərəfindən müvafiq meyarlara uyğun olaraq qiymətləndiriləcək. Seçim mərhələsini uğurla bitirən komandalar final mərhələsinə iştirak hüququ qazanacaqlar. Burada komandaları 3 yarım mərhələ gözləyir. Final mərhələsinə vəsiqə qazanmış iştirakçılar final mərhələsinin birinci hissəsində öz təxəyyüllərindən istifadə edərək onlara əvvəlcədən məlum olan 3 mövzu və janrdan birini seçib öz hekayələrini yazmalıdır. Yazılan hekayə əsasında iştirakçılar animasiya filmi hazırlamalıdırlar. Yaradılan animasiya filminə iştirakçılar özləri ad verməli, daha sonra animasiya filmini YouTube platformasına yükləməli. Animasiya filminin linki rəsmi veb-saytda bunun üçün ayrılan hissəyə yerləşdirilməlidir. Nəticə olaraq iştirakçılar görülən işlər üzrə PDF formatında hesabat hazırlamalı və hazırlanan hesabat rəsmi veb-saytda yerləşdirilməlidir. İkinci hissədə iştirakçılar süni intellekt vasitəsilə video animasiyalarını yaradacaqlar. Bu kurs süni intellektin nə olduğunu, necə işlədiyini və ondan necə istifadə etməyi uşaqlara əyləncəli, yaradıcı və praktiki yollarla öyrədir. Uşaqlar burada öz ideyalarını şəkilə, mətnə və hətta videoya çevirə biləcəklər, öz sözləri ilə. Kursun məqsədi uşaqlarda texnologiyaya maraq oyatmaq, onlara yaradıcılıqla düşünməyi və süni intellektlə işləməyi öyrətmək, öz layihələrini təhlükəsiz və sadə alətlərlə yaratmağı göstərmək. Kursda nələr öyrənəcəklər? Süni intellekt nədir? Yəni, animasiyalar və oyunlarla izah. Prompt nədir? Sözlərlə yaradıcı əmr vermə bacarığı. Şəkil yaratmaq. Sözlərlə rəsmlər çəkmək. Video yaratmaq. Yəni, sözlərlə kiçik hekayələr canlandırmaq. İştirakçılar bu prosesləri final mərhələsinə qədər icra edib bitirməlidir. Yaradılan animasiya filminə iştirakçılar özləri ad verməli, daha sonra animasiya filmini YouTube platformasına yükləməlidirlər. Animasiya filminin linkini isə rəsmi veb-saytda bunun üçün ayrılan müvafiq bölməyə yerləşdirilməlidir. Üçüncü yarım mərhələdə isə komandalar çəkdikləri video animasiyaya uyğun olaraq, yəni verilmiş ləvazimatlara əsasən və qoyulmuş şərtlər daxilində final günü yarış sahəsində A2 formatlı kağız üzərində afişa hazırlamalı və jürilərə təqdim etməlidirlər. Jürilər isə final mərhələsinin hər 3 hissəsi üçün qiymətləndirmə meyarlarını nəzərə alaraq qiymətləndirməni icra edəcəklər. VidX kateqoriyası iştirakçılara xəyallarını yalnız düşünmək deyil, həm də onları gerçəkləşdirmək fürsəti verir. Hər çəkiliş, hər animasiya
komandaların yaradıcılıq yolunda atdıqları bir uğurlu addımdır. Xəyal dünyasına səyahətimizi davam etdirmək üçün Beynəlxalq STEAM Azərbaycan festivalında görüşənədək